Herkese salam. Əzizlərim, necəsiz, neyinirsiniz? Yeni vlog ilə yenə qarşınızdayım. Hər biriniz xoş gəlmisiniz. Bu soyuq havalarda isti çayınızı, kofenizi süzün, oturun və rahatlıqca baxın. Amma like qoymağı və abunə olmağı unutmayın. Bu bir həftə mənim üçün çox çətin keçib. Paylaşmırdım, eşinə qızı bəstələnmişdi. Raziola xəstəliyinə rast gəldik. İlk dəfə idi. Amma çalışdığım qədər məlumatlandım. Sizə də deyim simptomları. Bəlkə Allah eləməmiş rast gələrsiniz, heç olmasa məlumatınız olar. Əslində qorxulu xəstəlik deyil. Yenə də hər hansı simptom olsa öncədən və mütləq həkiminizə yazın. Bizdə necə idi danışım sizə. 2-3 gün yüksək qızdırma oldu. Sonra isə səpkilər çıxdı. Şükürlər olsun ki, ailen o zaman su içirdi. Heç olmasa ona görə heç yerə aparmadım. Eləcə evdə keçirdik. Sadəcə yemək yemirdi, çox zəif və az yeyirdi. Həkimlə məsləhətləşdim. Dedi, su içirsə yaxşıdır. Həm də biraz aktiv idi, biraz yuxusu gəlirdi, amma günün yarısı aktiv keçirdirdi. Ümumiyyətcə, belə hallarda yüksək qızdırmadırsa salınmalıdır. Alınmırsa, onda təcili yardım çağırmaq lazımdır. Və uşaq yemirsə, içmirsə, çox yorğun görsənirsə, reaksiya vermirsə, ancaq yuxusu gəlir, onda mütləq ya təcili yardım, ya da həkimə zəng. Təpkilər də necə olmuşdu? Yəni qırmızı rəngdə idi, ancaq bədəndə idi. Baş tərəf, boynun arası, bir də qarın tərəfi. Səpkidə bir ara qaşınırdı, sonra dayandı. Çünki çox isti giyindirmişdim yəqin uşağı. Ola bilsin yazıq uşaq pişməcə olub da. Həkim dedi ki, bizə çimizdirə bilərsiniz. Həmin günü də çimizdirdik. Biraz da ailənin özünə gələndən sonra yoldaşımla mağazaları gəzdik. İlk gəzdiyim mağaza Yusk idi, bir də LCY Home. Bu Targovdakı filialdır. Ümumiyyətcə qiymətlər mənə görə biraz baha idi. Yuskda daha da gözəl bir şeylər satırdılar. Hər yer dağınlıq idi. Bir məhsul o biri məhsulun üstündə idi. Bilmirəm, satıcılar ya çatdırmadılar onları bir-bir səliqəli yığmağa, amma bizim cəmaət hər yeri dağıdır. Ona görə baxmaq mümkün olmadı. Yəni belə baxdım, qiymətdən də biraz narazı qaldım. Düzdür, heç nə də götürmədim oradan. Elə sizin üçün video çəkdim, bəlkə kimsə girmək istəyər, siz də buradan izləyə bilərsiniz. Bu salfetlərin də qiyməti 10 manat idi. Ümumiyyətcə mən belə bir maraqlı salfetlər yeni ilə aid Yuskdan götürdüm. 2 manat necəsə qəpiyə idi.
Maşinkayı da belə daraq aldım Nərimanovdan. Bir də 2 dənə belə bantik. Hamısına 3 manat pul verdim. İndi istəyirəm biraz alım bunlardan. Başa düşmür nədir. Saçını yığım qəşəng göstərəcəm sizə. Belə görsənir qızlar. Ailəni göstərə bilsəm. Belə yığdım. Düzdür, səliqəsizdir, amma biraz da ailən rahat, sakit otursa qəşəng yığa bilərəm. İşlərim doludur evdə. Deməli, masamız yoxdur kompüter üçün. Yoldaşım özünə notebook aldı. Kstati MSI həm iqravoydur, həm mən də burada öz işlərimi görə biləcəm. Söhbət bundan getmir. Prosta bura bir dənə stol axtarırdım, masa, yazı masası götürdüm. Çünki iqravoy bizdə elə də çox oyun oynamırıq evdə. Və gərək bura bu stolu indi yerləşdirəm. 100-dan almışıq, 115 manata endirimlə. Quraşdırılması deyilib 125 manat, çox bahaydı deyə. Mən yoldaşıma dedim ki, elə özümüz yığarıq. Görüm buradan nə çıxarda biləcəm, necə yığacam onu. Sizlə də bölüşüm, bəlkə siz də belə masadan almaq istəyirsiniz uşaqlarınız üçün. Çünki bu masa sonradan ailənin otağına gedəcək. Deməli, masanın zapçastlarıdır burada. Balaca köməkçi, indi ailin deyil, pişikdir. Belə bir masadır. İndi masanın bütün detalları burada var. Bu ayrı yığılır. Bunlar isə ayrı. Görək nə edirik. Aha, bunları bilmirəm. Buradakı zapçastlardır. Burada da yazılıb quraşdırılması necə nə yığılır. Görək nə edirik. Okey. İndi belə şeyləri xoşlayıram. Mənim üçün bir Lego kimidir. 25 kilo saxlaya bilər. Və 5 kilo onun içərisində nəsə saxlamaq olar. İnanmıram ki, dəftərin 1-2 dənəsi 5 kilo olar. Heç nə. Yığaq. Bütün burada zapçastları buradadır. Və nömrələrlə idarə olunub. Görək başımıza nə gəlir. Belə biraz başım çıxdı. Burada nə etməliyəm? Burada həm nömrələr var, həm buradakı bu şeylərdə avadanlıqlar da nömrələrlə də, hərflərlə də. Ona görə rahatdır. Bunu indi eləmək. Görək. Bir dənə atşortka lazımdır mənə. Belə. Bunu bura yerləşdirəcəm, birləşdirəcəm. Bütün hamısında nömrələri var. Nə rahatdır. Altığını da yığıram indi. Çox asan yığılır əslində. İşi xoşladım, xoşuma gəldi. İnansız dincəlirəm ailənin yatana kimi. Hamısının numerasiyası var. Elə bir dənə atvertka lazımdır. Və sizə belə açar qoyurlar hələ onun içində. Bu hazırdır, polkasında yığdım, göstərəcəm indi sizə də qalacaq bunlar ayaq tərəfi. Hazırdır, elə yerindəcə burada kravatın üzərində yığdım onu. Poliçkası da buradadır. Poliçkasını da yoldaşımı çağıracağım ki onu çevirsin. Tam olaraq instruksiya ilə eləmişəm hamısını. Masanı da yığdım bundan. Masa da hazır idi qızlar. Axşama yeməyi pişirirdim, bilmirdim nə edeyim. Dedim toyuq alarkən qəşəng ləvəngisini eləyim. Bir də təzə aldığım ət çəkəni də yoxlayım. Ət çəkəni bəyəndim, çox qəşəng işləyirdim. İndi işlətdikcə daha da görəcəm, yaxşıdır ya yox. Məndə ancaq blender var idi, ət çəkənim yox idi. Ona görə fikirləşdim ki, bunu alsam mənə biraz rahat olar. Həm ət keçirdə bilərəm, həm toyuq. Əslində blenderla eləyirdim, amma ət çəkən məncə daha yaxşıdır. Bu arada da sizə bir danışım ki, mətbəximdə biraz yenilik olacaq. Necə yenilik? Görəcəksiniz, sürpriz olsun sizin üçün də. Əslində bir dənə də şey almalıydım, onu da bilirsiniz, elektrik plitədir. Məndə 2 gözlüdür, amma mən 4 gözlü istəyirdim. Düzdür, 5 gözlü də var, amma mənim mətbəximə yerləşməyəcək. Onsuz da kiçik, uyutlu belə mətbəxim var. Düzdür, Sədərəyə getmədik. Çoxunuz yazmışdınız ki, Sədərəydə var. O gün TikTok'a girmişdim. Elə bir xanım Sədərəydən canlı açmışdı. Mən də maraqlandım ki, plitalar neçəyədir? Sizə deyim ki, eyni qiymətdir. Yəni belə soruşduğum plitələri maraqlandığım
Elə də qiyməti yüksək ya da aşağı deyildi. Necə deyim, burada necəsə, orada da elədir. Yəni Baku Electronics'ə də baxdıq. Orada endirimdə Beko plitəsi var idi. İnduksion deyil. Belə şeylərdən başına çıxırsa bilirsiniz, elektronla və induksion plitəsi yəni fərqləri nədir? Əgər başınız çıxmırsa, problem yoxdur. Məndən soruşun. Mən gələn vloqda ətraflı bu haqqda danışaram. Yəni belə deyim, induksion ilk öncə yeməyi qızdırır, elektrik plitə isə ilk öncə qazanı, yəni tavanı. Sonra bir dənə də sual vardı ki, bir xanım yazmışdı ki, bəs qaz plitəsini niyə istəmirsiniz? Öncədən, yəni bu evdə mənim qaynanamla qaynatam yaşayıb. Onlar öncədən, yəni bu balaca plitəni özləri üçün almışdı. İndi isə aylin olduğuna görə həm yoldaşımla mən tez-tez yemək bişirirəm, həm reseptlər gəlir deyə mənə çətin olur. 2 gözlü mənə azdır. Yəni ona görə 4 gözlü götürmək istəyirəm. Plus da ki, bura qaz çəkilməyib. Qaz çəkilmədiyinə görə biraz çətin olacaq. Gərək nə bilim Azəri qaza yığmaq lazımdır. Bura qaz çəkməlidirlər. В общем-da целая istoriya bir sözlə. Ona görə mən biraz özümü stresə salmaq istəmirəm. Yəni necədirsə onu alaq. Yəni elektrik işlədirdi, çox razıyam. Sadəcə yeri yox idi. İndi 4 gözlü götürsəm inşallah ki mənə çatar. Qaz plitələri düzdür, ondan biraz aşağı qiymətdədir. 100-ə də tapmaq olar, 150-yə də tapmaq olar. Yəni hamısının qiymətinə baxmışam, maraqlanmışam. Amma olsun, eybi yoxdur. Əsas odur ki, mən istədiyimi tapdım və artıq sifariş vermişəm. Gəlib bizə çatmalıdır. Bir dənə quraşdırılması da pulsuzdur. Əslində mən Umika'dan sifariş etmək istirdim, amma sifarişimizi çox gec yığdılar deyə mən onlara atkaz getdim. Və yenidən baxdıq mağazalara. Baku Electronics'da ancaq vitrin idi. Mən vitrin istəmirəm, istədim ki, upakovka olsun. Və Solitonda tapdıq. Ambarında var idi. Dedi ki, quraşdırılma, çatdırılma pulsuz. Sadəcə biz mebel ustasını çağırmalıyıq. Çünki orada mebel mərmərdir, mətbəxin üstü. O kəsilməlidir. Yəni onu da ancaq mebel ustası eləyir. Mebel ustası da gəlməlidir. 1-2 dənə mətbəximə bir naxış vurmalıdır. Yəni deməyəcəm nədir? Bəlkə biləsiz nə eləmək istəyirəm orada. Yerim azdır, amma hansısa bir məişət texnikası deyil. Bu bir avadanlıq kimidir. Yəni köməkçi kimi mətbəxdə olacaq məndə. Sizlə danışa-danışa da toyuğumu da hazır elədim. Düzdür, bəlkə biraz səliqəsiz görsənir, amma çox dadlı idi. Çox işimiz var idi deyə evdə. Tez bazar bir yeməklərdən də belə bir sobada bir yemək fikirləşdim. İndi görəcəksiniz ki, kompüterdə, notebookda hansı plitə axtarırdım, sizə də bir-bir göstərəcəm. Bizim məhsulu necə seçirəm? Dünən getmişik Baku Electronics'a. Deməli qızlar, bu bişirmə paneli bəyəndim. Düzdür, induksion götürməyəcəm, çünki mənasızdır, həm bahalıdır, 600 manata yaxındır. Bir də ki, vaxtımız olmadığına görə bir dənə Baku Electronics'dən getdik, baxdıq, Kantacom'dan baxdıq və indi isə burada belə analiz edirəm. Baxın, Beko, burada eyni modeldir. Kantacom'u 449.99 manat. Yəni də burada da vurdum həmin Beko'nun modelini və Umika'da ən ucuz çıxdı. Yəni bu qiymətlərə baxaraq. Bu da İrşaddır. Burada da eyni qiymət Baku Electronics'ın. Ən bahalı qiymət hələ ki Kantacom'dadır. Kıstaydı. 449, amma eyni modeldir. Buradan görə bilərsiniz. 64 402 64 402 T. Məncə eyni modellərdə. Bir də markete düşmüşdüm. Getdim feyxu aldım. Belə iri feyxu aldım. İstəyirəm onlardan belə biraz varenье fason eləyim. Bir də burada apelsin var, bir də qoz. Burada çay süzmüşəm. Kıstati paket çaylardan mən bu test çaylarını xoşlayıram. Gülə meyvəli olan, çox gözəl qoxusu gəlir. Bir də şirniyyat olaraq popkek. Yəni hava soyuqdur, kofedən artıq bezmişəm, nansız. Hər gün nə qədər kofe içirəm, artıq ürəyim bulanır. Burada da bir dənə 2 dənə alış-verişim var, onları da sizlərlə bölüşmək istəyirəm. Burada ceyizli bir dənə market kimi bir şey var, mağaza. Orada hər şey satırlar ev üçün. Ceyizlik deyirəm mən buna, elə bir ki özümü ceyiz yığıram hələ də. Nəysə, indi göstərərəm nə aldım. Deməli, gəlin göstərim nə aldım tez bazar. Birinci tavasını aldım. Mənə tavada daha rahatdır pişirmək, 18 manata. Kıstati bu həm induksiya olan tavalara, elektrik tavalara gedir. Düzdür, biz induksion plitə almaq istəyirdik, amma artıq elektron aldım. Sonra deyərəm niyə. Paton belə bir keks üçün gəl. Onun rəngi xoşuma gəldi.
Emsanda bu kimi qablar bilmirəm keyfiyyətində bir yəni fərq var ya yoxdur. Emsanda bu 15 manata yaxın idi. Yəni amma eyni görsənirdilər. Bu podstavkadır yağ şeyləri üçün. İndi onları da göstərəcəm. Hə, sonra bunu bilirsiniz də nədir? Yağ yerləşdirmək üçün məndə var idi, amma çox yekə idi. İstəmədim, nəsə bəyənmədim. Bu isə mətbəximə uyğundur. Belə. Sonra bunu da Yusk'dan aldım. Çay dəsmalıdır. Çox qəşəng görsənir. İstifadə edəcəm bundan. Bu da biri belə tutacaqdır. Nə açım? Qayçımı da bilmirəm hara qoymuşam. Dünəndən qayçı axtarım, inanırsınız. Biber təmizləyəndə tək biber deyil də, yəni dolma hazırlamaq üçün, məsəl üçün tərəvəzləri içini boşaltmaq üçün əla bir alətdir. Neysə, bunu aça bilmədim, yəni belə toyuq çevirmək üçün, ümumiyyətlə nəsə yeməyi hazırlayanda çevirməyə rahat olsun. Bir dənə belə daska aldım, 7 manata. Bir də bunlar set olaraq məndə yox idi. Çoxdan istəyirdim ki, belə əlimin altında olsun. Bu da 15 manata idi. Axşamdakı durdum ki, biraz mətbəximi təmizləyim. Plitəni də yerini göstərirəmsə, görürsüz balacadır. 2 gözlü plitədir. İnşallah ki, burada 4 gözlü olacaq. Axır ki, istədiyimə çatdım. Siz də çox sağ olun ki, bu vlogu axıra kimi izləmişsiniz. Hər hansı bir sualınız varsa, buyurun yazın. Hər zaman sevinclə mən sizə cavab verəcəm. Çox sağ olun ki, varsınız, məni izləyirsiniz. Abunə olmağı, like qoymağı unutmayın əzizlərim. Bu mənim üçün çox vacibdir. Neysə, çox danışdım. Qızlar, gecəniz xeyrə qalsın. İzləmədə qalın. Yeni vloqlar gələcək. Gecəniz xeyrə qalsın. Sağ olun. Hələlik.